Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda yerin öz oxu ətrafında hərəkəti mövzusunu Dövlət İmtahan Mərkəzinin test topusundan izahını verəcəm. Başlayaq birinci sualdan. A və B məntəqələri üçün fərqli cəhət deyir. Görürük ki, A və B məntəqələri eyni paralelin üzərindədirlər, 40 dərəcə cənub enliyinin, amma fərqli meridiandadırlar. Fərqli meridiandadırlarsa, deməli bunların yerli vaxtı fərqlidir. Çünki niyə? Əgər eyni meridianda olsaydılar, bunların yerli vaxtı eyni olardı. Amma fərqli meridianda olduğu üçün yerli vaxtları fərqlidir. Günəşin düşmə bucaqları eynidir. Şimal qütbündən məsafələri eynidir. Ekvatora olan məsafələr də eynidir. Həmçinin cənub qütbündən də olan məsafələri eynidir. Daha sonra ikinci sualda deyir ki, bütün saat qurşaqlarında yerləşən materik, yadda saxlayaq ki, bütün saat qurşaqlarında yerləşən materik Antarktidadır. Ümumiyyətlə bütün meridianlar qütblərdə birləşdiyi üçün avtomatik olaraq Antarktida bütün saat qurşaqlarında yerləşir. Üçüncü sualda deyir ki, 21 mart tarixində aralarındakı məsafənin bir neçə yüz kilometr olmasına baxmayaraq, iki müxtəlif şəhər arasında saat fərqinin olmamasının səbəbi odur ki, fərq eləmir. Məsəl üçün, şəhərin biri 40 şimal elində yerləşir və yaxud o birisi 50 cənub elində yerləşir. Əgər eyni meridianın üzərindədirlərsə, bunların saatları eynidir. Yəni, saat fərqinin olmamasının səbəbi odur ki, eyni meridianın üzərində yerləşirlər. Daha sonra dördüncü sualda 4, 5, 6-cı suallar orta meridian suallardır. Bu sadə suallardır. 16-cı saat qurşağı üçün qəbul edilən orta meridian. Bildiyimiz kimi 16-cı saat qurşağı qərb yarımkürəsi hesab olunur. Deməli, qərb yarımkürəsində yerləşən zaman 24-dən 16-nı çıxırıq eləyir 8. 8 də vururuq 15-ə eləyir 120 qərb uzunluğu. Cavab E variantıdır. Daha doğrusu D variantıdır. 5-ci sualda 11-ci saat qurşağı üçün qəbul olunan orta meridian 11-i vururuq 15-ə eləyir 165 şərq uzunluğu. 11-ci saat qurşağı şərq yarımkürəsindədir. 13-cü saat qurşağı üçün qəbul olunan orta meridian nə edirik? 24-dən çıxırıq 13-ü eləyir deməli 11. 11-i də vururuq 15-ə eləyir 165 qərb uzunluğu. Artıq 13-cü saat qurşağı qərb yarımkürəsidir. Daha sonra 7-ci suala bizə deyir ki, hansı paralelin üzərində 222 km məsafə daha çox yerli vaxt fərqi yaradar? Baxın, yadımıza saxlayaq ki, ekvatordan qütblərə doğru getdikcə meridianlar bir-birinə artıq sıxlaşmağa başlayır. Necə? Bunu sizə göstərim. Baxın, görürsünüz, diqqət edin, ekvatorda qütblərə doğru, məsələn, burada qütblər, düzdürmü? Deməli, fikir verin, meridianlar ekvatorda bir-birinə daha uzaqdır, amma qütblərə getdikcə meridianlar bir-birinə daha yaxınlaşır. Bunun da səbəbi odur ki, yer kürə formasındadır. Ekvatordan qütblərə doğru getdikcə paralellər kiçildiyi üçün meridianlar bir-birinə yaxınlaşır və bu zamanda daha çox saat qurşağından keçmiş olursan meridianlardan keçdikcə. Burada 222 km məsafədə daha çox yerli vaxt deyirsə, qütbə ən yaxın variantı seçməliyik. Cavab E variantı. Burada da 8-də də az yerli vaxt deyirsə, ekvatorda ən uzaqdır meridianlar bir-birinə. Çünki ən böyük çevrədir. Daha sonra 9-cu sualda yeni sutkanın başladığı saatı deyir. Yeni sutkanın başladığı birinci meridian deyək, 180 dərəcəli meridiandır. Bunu da 15-ə bölürük, eləyir 12. Yəni 12-ci saat qurşağı. Beynəlxalq təqvim dəyişmə meridianı 180 dərəcəli meridiandır. 10-cu suala baxaq. 10-cu sualda 22-ci saat qurşağı üçün qəbul olunan orta meridian. 22-ci saat qurşağı qərb yarımkürəsində olduğu üçün 24-dən çıxırıq. Bu eləyir 2. 2-ni də vururuq 15-ə, eləyir 30 qərb uzunluğu. Cavab E variantıdır. Daha sonra 11-ci suala deyir ki, cədvəldə müxtəlif məntəqələrə coğrafi koordinatlar verilmişdir. 21 martda Bakı ilə ən az yerli vaxtına malik olan məntəqələri müəyyən edin deyir. Ümumiyyətlə, yerli vaxt anlayışı ancaq uzunluqla hesablanır. Bu coğrafi enlilərin bir əhəmiyyəti yoxdur burada. İndi baxaq, Bakı bildiyimiz kimi 50 şərq uzunluğunda yerləşir. Məsəl üçün, burada bir məntəqəsi qərbdir. 4 qərbdir, 5 də qərbdir. Bakıya ən yaxın avtomatik qaldı 2 ilə 3. Yəni C variantı. Daha sonra 12-ci sualda deyir ki, yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında deməli neçə dərəcə dönər? Bildiyimiz kimi yer kürəsi 1 saata 15 dərəcə öz oxu ətrafında dönür. Yəni 60 dəqiqəyə 15 dərəcə yazaq bunu. Əgər 60 dəqiqəyə 15 dərəcə dönürsə 2 saat 40 dəqiqəyə, yəni bu da dəqiqəyə çevirsə 160 dəqiqə edir. 160 dəqiqəyə neçə dərəcə dönər? Bunu da tənasüb kimi hesablasaq 160 vur 15 böl 60, bu da eləyir 40 dərəcə. Cavab B variantıdır. 0 və 24-cü saat qurşaqlarının orta meridianları arasındakı vaxt fərqini soruşur bizdən. 0-ın orta meridianı 0 vur 15 0-dır, yəni Greenwich'dir. 24-cü saat qurşağının orta meridianında 24-dən çıxırıq 24-ü, qərb yarımkürəsi eləyir 0. 0 vurulsun 15, bu da eləyir 0. 0-dan 0 çıxanda da 0.
Daha sonra 14-cü sualda deyir ki, ölkə ərazisinin qərbdən şərqə böyük məsafədə uzanması səbəb ola bilər. Təbii ki, qərbdən şərqə böyük məsafədə uzanırsa, baxın məsəl üçün ölkədir. Qərbdən şərqə böyük məsafə uzanırsa, ondan daha çox meridian keçmiş olur. Amma məsələn baxın şimaldan cənuba böyük məsafədə uzansa, burada meridianlara o qədər təsiri yoxdur. Amma qərbdən şərqə uzansa meridianlar daha çox görsənir ölkədə. Və daha çox meridian olursa, deməli daha çox saat qurşağında ölkə yerləşəcək. Cavab A bəndidir. 15 nömrəli test tapşırığında 6 və 18-ci saat qurşaqlarını Venn diaqramında müqayisə etməmizi istəyir. Gəlin buna baxmamışdan qabaq bunların orta meridianını tapaq. Deməli 6-cı saat qurşağı şərq yarımkürəsində olduğu üçün 6-nı vururuq 15-ə eləyir 90 şərq uzunluğu. 6-cı saat qurşağının orta meridianı 90 şərq uzunluğudur. 18-ci saat qurşağı qərb yarımkürəsində olduğu üçün bunu 24-dən çıxırıq 18-i eləyir 6. 6-nı vururuq 15-ə eləyir 90 qərb uzunluğu. Deməli 18-ci saat qurşağının da orta meridianı oldu 90 qərb uzunluğu. İndi baxaq. Greenwich arasında 6 saat vaxt fərqi var. Hər ikisinə aiddir. Niyə? Çünki hər ikisi ilə Greenwich arasında baxın 90 dərəcə fərq var. Yəni 6 dərəcə yer 90-15-ə böləndə oxşarlıqdır. Orta meridian 90 şərq uzunluqda 6-cı saat qurşağının yeni sutkanı Greenwich-ə görə daha gecləyirsə, deməli Greenwich-dən daha qərbdə yerləşir. Bu zaman olacaq 18-ci saat qurşağı. 3 yarımkürədə yerləşir hər ikisi. Bakıdan qurşaq vaxtı 3 saat irəlidədir. Bakıdan irəlilədirsə, deməli Bakıdan şərqdə yerləşir. Bu da 90 şərq uzunluğu olacaq. ABŞ və Kanadanı kəsib keçir 18-ci saat qurşağı, yəni 90 qərb uzunluğu. Cavab 2-5, 1-ə 2-5, 2-yə 3-6, 3-ə 1-4. Cavab C variantıdır. Daha sonra 16-cı sualda deyir ki, A və B məntəqələr arasındakı qurşaq vaxt fərqini tapın. Deməli, baxın, ilk olaraq bunu deyim ki, sizə qurşaq vaxtı anlayışında dəqiqə olmur. Siz avtomatik variantdan dəqiqələri silməlisiniz. Yerli vaxtı dəqiqə olur. Yerli vaxt desəydi o zaman dəqiqə götürməliydiniz. Amma ki, qurşaq vaxtı deyirsə dəqiqə anlayışı ola bilməz. İndi baxaq. A məntəqəsi 63 şərqdir, B məntəqəsi 45 qərbdir. Fərqli yarımkürədə olduğu üçün 63 ilə 45-i toplayırıq. B eləyir deməli 108 dərəcə. İndi 108 dərəcəni biz qurşaq vaxtını tapaq. Bölək 15-ə. Deməli 7 dəfə düşür 105. Burada da qalır 3. Deməli 7,5-dən kiçik olduğu üçün də 7 olduğu kimi qalır. Cavab C variantıdır. Qurşaq vaxt fərqi 7 saatdır. 17-ci sualda vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələr arasındakı məsafəni kilometr ilə tapın. Deməli A ilə B arasında 120 dəqiqə fərq var. Biz bu 120 dəqiqəni dərəcəyə çevirmək üçün bölürük 4-ə. Çünki 1 dərəcə 4 dəqiqəyə bərabərdir. Eləyir 30 dərəcə. 30 dərəcəni də kilometrə çevirmək üçün ekvatorun üzərində olduğumuz üçün 111-ə vuracaq. Eləyəcək 3330 kilometr. Cavab Y variantıdır. Daha sonra 18-ci test tapşırığında A və B arasında yerli vaxt fərqini müəyyən etmemizi istəyir. Baxın, artıq burada yerli vaxt deyirsə dəqiqə götürəcək. Deməli, B yerləşir 45 şərq uzunluğunda, A yerləşir 95 şərq uzunluğunda. İkisi də eyni yarımkürədə olduğu üçün 95-dən 45-i çıxırıq, eləyir 50 dərəcə. İndi 50 dərəcə neçə saatdır bunu tapaq? 50-ni bölürəm 15-ə. Deməli 3 dəfə düşür 45. Burada qalır 5. Bu qalıqda qalan 5-i dəqiqəyə çevirmək üçün 4-ə vururam. Eləyir 3 saat 20 dəqiqə. Cavab B variantıdır. 19 nömrəli testdə deyir ki, ABC müvafiq olaraq hansı saat qurşağında yerləşir? Deməli A yerləşir deməli 75 qərb uzunluğunda. Deməli 75 qərb uzunluğunu bölürəm birinci 15-i 75-i düşür 5 dəfə. Qərb yarımkürəsində olduğu üçün də 24-dən 5-i çıxıram 19 edir. Deməli A 19-cu saat qurşağında olmalıdır. Birinci tərəfdə 19 B ilə D-də qalır. İndi baxaq 35 qərb uzunluğuna. 35-i 15-ə bölürəm. 2 dəfə düşür 30. Burada qalır 5. Qalıqda qalan 5 7,5-dən kiçik olduğu üçün bu 2-ci saat qurşağı olduğu kimi qalır. Qərbdə olduğu üçün də 24-dən 2-ni çıxıram, edir 22-ci saat qurşağı. İkinci tərəfdə 22. Cavab olacaq D bəndi. Deməli 45 şərq C məntəqəsində 45 şərqdədir. Bunu da 15-ə böləcəyi qalacaq 3-cü saat qurşağı. Şərqdə olduğu üçün 24-dən çıxmırıq. 20-ci sualda deyir ekvator üzərində 60 şərq uzunluğunda yerləşən A məntəqəsində saat 13:00-dır. Bunu gəlin ağ bir ekranda yazım. Deməli, deyir ekvator üzərində 60 şərq uzunluğunda ekvator seçirəm. 60 şərq uzunluğunda A məntəqəsi yerləşir. Burada saat 13:00 olduğunu deyir. Həmin məntəqədən gəlin bunu biraz sol tərəfə verim. Bir dəqiqə. 60 şərq uzunluğunda yerləşir A məntəqəsi.
Deməli deyir ki, bundan 9990 kilometr şərqdə yerləşən məntəqədə vaxtı tapın. 9990-ı biz birinci dərəcəyə çevirməliyik. Ekvatorun üzərində olduğumuz üçün bunu 111-ə vuruq, 90 dərəcə edir. 60 şərq uzunluğundan 90 dərəcə şərqə getsək, gəlib çatarıq 150 şərq uzunluğuna. Bizə deyir ki, burada 13:00-dırsa, burada saat neçə olar? Bildiyimiz kimi günəş şərqdə çıxır, qərbdə batır. Biz şərqə doğru gedəkcə saata toplamalıyıq, qərbə gedəndə saatı azaltmalıyıq. Şərqə doğru getsə saat artır. İndi bunların arasında 90 dərəcə fərq var. 90 dərəcə neçə saat edir? Saatı çevirmək üçün 15-ə bölürəm, edir 6 saat. Deməli, 13:00-dırsa bundan 6 saat sonra da burada olacaq 19:00. Cavab Y variantıdır. Daha sonra 21-ci sualda Bakıda yerli vaxtla saat 20:12-dir. Digər şəhərdə isə 14:00-da. Bu şəhərin coğrafi uzunluğunu müəyyən edin. Deməli, Bakı yerləşir 50 şərq uzunluğunda. Burada saat 20:12-dir. Digər saatda isə 14:00-da deyir şəhər hansı uzunluqda yerləşir? Biz bilməliyik ki, saatı 14:00-sa deməli Bakıdan qərbdə yerləşir. Saatı daha geridir. 14:00-da bunun enliyinin uzunluğunu tapmalıyıq. Saatlar arasındakı dərəcə saat fərqini tapaq birinci. 20:12-dən 14:00 çıxıram. Qalır 6 saat 12 dəqiqə. 6 saat 12 dəqiqəni mən indi dərəcəyə çevirməliyim. Nə edirəm? Bu saatı vururam 15-ə, bu edir 90 dərəcə. Bu 12 dəqiqə deyil, bunu da 4-ə bölürəm. Qalır 3. Ümumilikdə 93 dərəcəymiş. Bakıdan 93 dərəcə qərbə gedəndə gəlib çatacam deməli 43 qərb uzunluğuna. Greenwich'dən keçdiyim üçün 43 qərb uzunluğuna keçmiş oluram. Deməli 43 qərb uzunluğu. Cavab o variantıdır. Daha sonra 22-də deyir ki, 50 şimal enliyi 30 şərq uzunluğunda Kiyev şəhəri yerləşir. Deməli 50 şimal 30 şərq uzunluğu. Bakı yerləşir, daha doğrusu Kiyev yerləşir, baxın bu məntəqədə. Burada saat 7:00-dır. Bu vaxt Londonda saat neçə olar? London bildiyimiz kimi Greenwich'dir. Greenwich'dən 30 şərq uzunluğu arasında 30 dərəcə fərq var. Bunu bölürəm 15-ə, saata çevirirəm. 2 saat fərq var aralarında. Greenwich bundan qərbdə yerləşdiyi üçün Kiyevdən saatı çıxacaq. 7-dən 2 saatı çıxacaq. Eləyəcək 05:00. Cavab olacaq D variantı. Daha sonra 23-də deyir ki, meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdi. Bu müddət ərzində yer kürəsi öz ox ətrafında neçə dərəcə dönər? Deməli, bildiyimiz kimi yer kürəsi 1 saata 15 dərəcə dönürsə, 7 saata neçə dərəcə dönər deyə tapırıq. Bu zamanda tənasibi qururuq. X bərabərdir 7 vurulsun 15. Bu da eləyəcək 105 dərəcə. Cavab B variantıdır. Daha sonra 24-də deyir ki, A məntəqəsi 6 şərq uzunluğunun, daha doğrusu 6-cı saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə onun uzunluğunu tapın. Biz birinci tapmalıyıq ki, 6-cı saat qurşağının orta meridianı haradır? Bunu tapmaq üçün 6-nı vururuq 15-ə. Deməli, eləyir 90 şərq uzunluğu. Deməli, 6-cı saat qurşağının orta meridianı 90 şərq uzunluğudur. Bundan 6 dərəcə qərbə getsək, gəlib çatarıq 84 şərq uzunluğuna. Cavab C variantı olacaq. Daha sonra 25-də deyir ki, 170 şərq uzunluğunda yerləşən, deməli 170 şərq uzunluğunda yerləşən A məntəqəsində saat 16:00-dır, 13 fevral tarixidir. B məntəqəsində daha sonra 170 qərb uzunluğunda yerləşən B məntəqəsində isə, baxın, burada 170 qərb uzunluğudur. Olsun, baxın, ortadan 180 çəkirəm. 180 dərəcəli meridian bunlara ayırır. B məntəqəsində hansı gün və saat neçə olar? Baxın, bunlar arasında ən qısa məsafəni tapmağın yolu hər ikisindən 180-ə qədər getməkdir. 170-dən 180-ə 10 dərəcə məsafə var. 180-dən təzədən 170-ə yenə də 10 dərəcə. Ümumilikdə 20 dərəcə məsafə var. 20 dərəcəni biz saata çevirmək üçün bölürəm 15-ə. Deməli, bir dəfə düşür 15, burada qalır 5, qalığı da 4-ə vururam, edir 20. Aralarında 1 saat 20 dəqiqə fərq var. Deməli, biz bunu bilməliyik ki, 180 dərəcəli meridian beynəlxalq tarix dəyişmə meridianıdır. Yəni, mən 180 dərəcədən artıq qərb yarımkürəsinə keçsəmsə, tarix bir gün əvvələ gedir, 12 fevral olacaq. 12 fevral olmayan variantları sildi. İndi, şərqə getsə axı saat da həm də artırdı, o zaman biz 16:00-ın üstünə 01, 1 saat 20 dəqiqə gəlirik, eləyir 17:20. Cavab olacaq C variantı. 26-ya baxaq. Xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən onda yerli vaxtın 14:30 olduğunu söylədi. Həmin vaxt Bakıda 22:50-dir.
Baxın, Bakıda 22:50-dirsə, deməli o dostumuzun olduğu məntəqədən daha şərqdə yerləşirik biz. Çünki saatımız daha irəlidir. Bakıda 50 şərq uzunluğudur. Həmin dostun yerləşdiyi coğrafi uzunluğu soruşur. Saatlar arasındakı fərqi tapaq. 22:50-dən 14:30-u çıxırıq. Eləyir neçə? Deməli, 8 saat 20 dəqiqə. Aralarında 8 saat 20 dəqiqə fərq var. Bunu dərəcəyə çevirmək üçün 8-i 15-ə vuracaq, eləyəcək deməli 120. 20 dəqiqəni də dərəcəyə çevirməsini 4-ə bölürəm, eləyir 5. Ümumilikdə eləyir 125 dərəcə aralarında fərq var. 50 şərq uzunluğundan 125 dərəcə qərbə getsəm, gəlib çatacağam. Deməli, bunun 125-in 50-sini gedirəm, qalır 75-i. 75 dənə də qərbə gedirəm, gəlib çatıram 75 qərb uzunluğuna. Cavab olacaq D variantı. 27 nömrəli test tapşırığına baxırıq. Deyir, bir-birindən 4440 km məsafədə yerləşən A və B məntəqələri arasında neçə dəqiqə zaman fərqi olduğunu müəyyən edin. Gəlin ilk olaraq baxaq ki, 4440 km neçə dərəcə eləyir? Biz 4440-ı dərəcəyə çevirmək üçün bölərik 111-ə, eləyəcək 40 dərəcə. Biz bilməliyik ki, deməli 40 dərəcə neçə dəqiqəyə bərabərdir? Biz bilirik ki, 1 dərəcə 4 dəqiqəyə bərabərdirsə, o zaman 40 dərəcə neçə dəqiqəyə bərabər olar? Bunları bir-birinə vururuq. 40 vurulsun 4, bu da eləyir 160 dəqiqə. Cavab olacaq D variantı. 28 nömrəli test tapşırığına baxırıq. Deyir ki, Bakıdan 270 azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən edin. Bildiyimiz kimi Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Biz bu zaman 270 azimutda Bakıdan baxaq 6 saat 52 dəqiqə məsafədə yerləşən coğrafi uzunluq hansıdır? Biz 6 saat 52 dəqiqəni ilk olaraq dərəcəyə çevirməliyik. Bu 6 saatı dərəcəyə çevirmək üçün vururuq 15-ə. 6 vurulsun 15 eləyir 90 dərəcə. Bu 52 dəqiqəni də deməli biz çevirmək üçün dəqiqəyə bölürük 4-ə. Bu da eləyir 13 dərəcə. Deməli 52 bölünsün 4 eləyir 13 dərəcə. Total bunlar elədi 103 dərəcə. Deməli Bakıdan 103 dərəcə biz qərbə gedəndə, buran Greenwich çəkirəm. Baxın 103-ün 50-sini getdim qaldı 63-ü. 63 dənə də qərbə gəlirəm, gəlib çatıram 63 qərb uzunluğuna. İndi biz 63 qərb uzunluğunun saat qurşağını tapmalıyıq. Bunun üçün 63-ü bölürəm 15-ə. Düşür 4 dəfə 60. Burada qalır 3. Bu 27,5-dən kiçik olduğu üçün 3, 4 olduğu kimi qalır. Qərb yarımkürəsinə keçdiyimiz üçün biz 24-dən də 4 çıxacağıq, eləyəcək 20. Yəni 20-ci saat qurşağı. Cavab olacaq C variantı. Daha sonra 29-da deyir ki, Bakıda saat 07:00 olarsa, ondan 2989 km məsafədə yerləşən məntəqənin yerli vaxta saatı müəyyən edin deyir. Bakı yenə də çəkirəm Bakını. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Deməli, Bakıda saat 07:00-dır. Bakıdan 2989 km şərqdədirsə, demək ki, Bakıdan saatı irəlidədir bunun. Biz 2989-u dərəcəyə çevirməliyik. 2989-u dərəcəyə çevirmək üçün 111-ə bölürəm. Daha doğrusu üzr istəyirəm. Bakı olduğu üçün 40 dərəcəli paraleldir. Bunu 111-ə yox, 40 dərəcəli paraleldə 1 dərəcəli qövsün uzunluğuna, yəni 85,4-ə bölürəm. Bu eləyəcək deməli 35 dərəcə. Bakıdan 35 dərəcə şərqə getməliyik. Bakıdan 35 50 şərq uzunluğundan 35 dərəcə şərqə gedəndə gəlib çatıram 85 şərq uzunluğuna. İndi 85 şərq uzunluğunda məndən saatı soruşur. Deməli 85 ilə Bakı arasında 50 arasında 35 dərəcə fərq var. 35 dərəcə neçə saatda onu tapaq. Bölürəm 15-ə. 2 dəfə düşür 30. Burada qalır 5. Qalıqda qalan 5-də dəqiqəyə çevirmək üçün 4-ə vururam. 2 saat 20 dəqiqə fərq var. Burada saat 07:00-dır. Şərqə getdikcə saatın çoxaldığını nəzərə alaraq 07:00-ın üstünə 2 saat 20 dəqiqə gəlirəm. Eləyir 9:20. Cavabımız olacaq C variantı. 30 nömrəli test tapşırığına baxırıq. Bizə sualda deyir ki, Bakıda saat 18:32-dir. Bakını çəkirəm 50 şərq uzunluğu. Bakıda saat 18:32-dir. Digər şəhərdə isə 11:00-dır. Baxın, digər şəhərdə 11:00-dırsa, bu şəhər deməli Bakıdan saatca geridədirsə, Bakıdan deməli qərbdə yerləşir. Baxaq, hansısa şəhərdə saat 11:00-dır, biz bunun uzunluğunu bilmirik, onu tapmalıyıq. Məntəqələr arasındakı saat fərqini tapaq. 18:32-dən 11:00 çıxanda eləyir 7 saat 32 dəqiqə aralığında fərq var. 7 saat deməli 32 dəqiqəni biz dərəcəyə çevirək. 7 saat dərəcəyə çevirmək üçün 7-ni vuracam 15-ə. Bu eləyəcək deməli 105 dərəcə. 32 dəqiqədir. Bunu da dərəcəyə çevirmək üçün 4-ə bölürəm, eləyir 8. Total bunlar elədi 113 dərəcə.
Bakıdan 113 dərəcə qərbə gedəndə, baxın, Bakıdan 113-ün 50-sini gedirəm, qalır 63-ü. 63 dənə də qərbə gələm, gəlib çatıram 63 qərb uzunluğuna. Cavab olacaq B variantı. 31 də demək olar ki, bu tip sualı işləmişik. Gəlin 32-yə baxaq. 32-ni də işləmişik. Gəlin amma buna baxaq. 24-cü saat quşağı üçün qəbul olunan orta meridian nə edirik bunu? 24-dən 24-ü çıxırıq, eləyir 0. 0 vurulsun 15, eləyir 0. Yəni söhbət Greenwich-dən gedəcək burada. Cavab B variantı. 33-də 28 şərq uzunluğunda yerləşən İstanbul şəhərində günəş yerli vaxtla saat 6:10-da çıxır. Bu zaman onunla eyni paraleldə yerləşən 4 qərb uzunluğunda Madrid şəhərində yerli vaxtla saatı müəyyən edin. Deməli, İstanbul 28 şərq uzunluğunda yerləşir. Burada saat 6:10-dur. 4 qərb uzunluğu olan Madriddə bizdən saatı soruşur. 4 qərb uzunluğu. Madriddə saatı soruşur. 28 şərqlə 4 qərb arasında fərqi tapırıq. Fərqli yarımkürədə olduğu üçün bunları toplayırıq. 4 ilə 28 toplayanda 32 dərəcə aralığında fərq var. Bunu saata çevirirəm. Bölürəm 15-ə. 2 dəfə düşür buradan 30. Burada qalır 2. Bunu da dəqiqəyə çevirmək üçün vururam 4-ə. Eləyir 2 saat 8 dəqiqə aralarında fərq var. Daha doğrusu Madrid şəhəri İstanbuldan qərbdə yerləşdiyi üçün saatca geri olacaq. 6:10-dan da 02:08-də çıxıram, eləyir 04:02. Cavab olacaq 33-də Y variantı. 34 nömrəli testə baxıram. Deyir ki, ekvatorla arasındakı yerli vaxt fərqi 12 dəqiqə olan iki şəhər bir-birindən 66.6 cm məsafədə yerləşir. Miqyasını müəyyən edin. Miqyası tapmaq üçün nə edirik? Miqyasının düsturu nə idi? Həqiqi məsafə bölünsün xəritədəki məsafəyə. Bizim xəritədəki məsafəmiz var 66.6. Biz dəqiqədən həqiqi məsafə tapmalıyıq. Deməli, 1 dərəcə 4 dəqiqəyə bərabərdirsə, neçə dərəcə 12 dəqiqəyə bərabər olar? Bu zaman nə edirik biz? 12-ni bölürük 4-ə, eləyir 3 dərəcə. 3 dərəcəni də kilometrə çevirmək üçün vururuq 111-ə, eləyir 333 kilometr. Qoyduq yerinə. Bunu da buna böləndə deməli eləyəcək 500. Daha doğrusu 5. Qabağına da 5-dən 0 artırıram. Cavab olur 34-də A variantı. 35-ci suala baxaq. A və B məntəqələrinin hansı saat qurşaqlarında yerləşir müəyyən edin. 65 şərq uzunluğunda yerləşir A məntəqəsi. Bunu bölürəm 15-ə. Düşür 4 dəfə 60. Burada qalır 5. Şərq yarımkürəsində olduğu üçün heç bir şeydən çıxmırıq. 5 də 7,5-dən kiçik olduğu üçün bu 4 olduğu kimi qalır. Bu oldu 4-cü saat qurşağında. A, B məntəqəsinə baxaq. 30 bölünsün 15 eləyir 2. Qərb yarımkürəsində olduğu üçün 24-dən də 2-ni çıxırsan eləyir 22-ci saat qurşağı. Deməli A 22-dir. Daha doğrusu B 22-dir. A 4-dür. Cavab olacaq Y variantı. Sonra 36-cı suala baxaq. London şəhəri ilə Bakı arasındakı yerli vaxt fərqini tapın. London yerləşir Greenwichdə. Bakı yerləşir 50 şərq uzunluğunda. Bunların arasında 50 dərəcə fərq var. 50-ni bölürəm 15-ə. Düşür deməli 3 dəfə 45. Burada qalır 5. Bu 5-i dəqiqəyə çevirmək üçün vururam 4-ə. Eləyir 3 saat 20 dəqiqə. Cavab olacaq B variantı. Daha sonra bu tip 37 tip işlədik. Deməli 38 tipli sual da işlədik. Gəlin 39-a baxaq. Deyir birinci məntəqədə Günəş Greenwich meridianından 5 saat əvvəl üfüqdə göründüyü halda, ikinci məntəqədə Greenwichdən 3 saat gec görünür. Bunların arasındakı coğrafi uzunluq fərqini müəyyən edin. Greenwichi çəkirəm. Deyir birinci məntəqədə Günəş Greenwichdən 5 saat əvvəl üfüqdə görünür. 5 saat əvvəl görünürsə, deməli bundan 5 saat daha doğrusu şərqdə yerləşir. Birinci məntəqə. Gələk baxaq 5 saat neçə dərəcədir? 5-i vururam 15-ə. Deməli eləyir bu da 75 dərəcə. Deməli birinci məntəqə 75 şərq uzunluğudur. Digər məntəqə isə Greenwichdən 3 saat gec görünür. Gec görünürsə deməli Greenwichdən 3 saat geridədir. Bu zaman bunu dərəcəyə çevirmək üçün 3 vurulsun 15 eləyir 45. Bu da 45 qərb uzunluğundadır. Bunların arasında dərəcə fərqini istəyir. Fərqli yarımkürədə olduğu üçün 45 ilə 75-i toplayırıq. Bu da eləyəcək 120 dərəcə. Cavab olacaq C variantı. 40-cı sualda bizə deyir ki, Bakıda yerli vaxtla saat 12:00-da Bakını çəkirəm 50 şərq uzunluğu. 12:00-da 270 azimutla uçan təyyarənin 3 saat sonra yerə endiyi məntəqədə yerli vaxtla saat 12:00-dir. Bu məntəqənin yerləşdiyi saat qurşağını müəyyən edin. Baxın, aralarında 3 saat fərq varsa, deməli 3 saat fərq varsa, biz 3 saatı dərəcəyə çevirək. 3 vurulsun 15, 45 dərəcə edir.
Deməli, bu yerləşir Bakıdan 45 dərəcə qərbə gedəndə gəlib çatırıq 5 şərq uzunluğuna. Bu məntəqə 5 şərq uzunluğundadır. Deməli, bu zaman baxın, burada saat çatanda 12:00 olursa, artıq Bakıda onda 15:00-dır. Bakıdan geridə yerləşir çünki qərbə gedir. Biz nə edirik burada? Bu 5 şərq uzunluğunun saat qurşağını tapırıq. Bu zaman nə etməliyik? 5-i vurursan 15-ə bölünmə gördüyünüz kimi 0 tam olur burada. O zaman olur 0-cı saat qurşağı. 41-ci suala baxaq. 41-ci sualda deyir ki, müşahidəçi Bakıdan 0 azimutda 4440 km gedərək çatdığı məntəqənin koordinatlarını və onun yerləşdiyi saat qurşağını müəyyən edin. Deməli, Bakı yerləşir bildiyimiz kimi 40 şimal enliyində, 50 şərq uzunluğunda. Bakıdan 4440 km şimala gediriksə, biz 4440-ı dərəcəyə çevirmək üçün bölərik 111-ə, eləyəcək 40 dərəcə. Bakıdan 40 dərəcə yuxarı gedəndə gəlib çatıram 80 dərəcə şimal enliyinə. Biz meridian dəyişmirik, 80 şimal enliyi 50 şərq uzunluğu olacaq cavabımız. Cavab olacaq D variantı. Bakıdan yerləşir saat qurşağını tapmaq üçün 50-ni bölürəm 15-ə, düşür 3 dəfə 45, qalır 5. 7,5-dən kiçik olduğu üçün bu olduğu kimi qalır. 3-cü saat qurşağı. 42-ci sualda deyir ki, bu qəşəng sualdır. Deyir ki, Bakıda yerli vaxtla saat 4:28-dir. Bakını çəkirəm, 50 şərq uzunluğu. Burada saat 04:28-dir. Deyir ki, ondan cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının 36,5 bucaqla düşdüyü A məntəqəsində saat 20:36-dır. A məntəqəsində yerləşdiyi saat qurşağını və onun coğrafi koordinatlarını müəyyən edin. Deməli, yay gün dönümü günəş harda zenitdə olur? Biz birinci bunu bilməliyik. Ekvator xətti çəkirəm buradan bir dənə. Yay gün dönümü günəş olur 23,5 şimal enliyində zenitdə. Bura düşür 90 dərəcə bucaq altında. Biz tapmalıyıq ki, hara? Deməli 36,5 bucaqla düşür. Baxın, harasa günəş 36,5 bucaqla düşür. Biz bunu bilmirik, enliyini tapmalıyıq. Nə edirik? Günəşin düşmə bucaqları arasındakı fərqi tapırıq. 90-dan 36,5-i çıxıram, eləyir 53,5. 23,5-dən də 53,5 dərəcə aşağı gələndə gəlib çatıram 30 cənub enliyinə. 30 cənub enliyini tapdıq. Enliyimizi tapmışıq. 30 cənub enliyi olmayan variantları silsək, avtomatik cavabımız bəllidir. İndi gəlin nəyi tapaq? Enliyi tapdıq. İndi uzunluğu tapaq. Deyir ki, A məntəqəsində isə Bakıda saat 4:28-dir. A məntəqəsində saat 20:36-dır. Bakıdan qərbdə yerləşdiyini deyir bizə. Deməli, Bakıdan qərbdədirsə, burada saat 20:36-dırsa, Bakı ilə bunun arasındakı saat fərqini tapmalıyıq. Həmən uzunluğu tapmaq üçün. 4:28 ilə 20:36 arasında neçə dəqiqə fərqi var, saat fərqi var. Nə edirik? Bunları görsüz çıxa bilmirik. Biz saatın üstə bir gün gəlirik. Bu olur 28. İndi dəqiqəni çıxa bilmirik. Saatdan da 1 saatı alırıq. Bu olur 27. Dəqiqə kimi 60 dəqiqə kimi bunun üstünə gəlirik. Bu olur 88. İndi çıxa biləcəyik. 7 saat deməli 52 dəqiqə aralığında fərq var. 7 saat 52 dəqiqə neçə saatdır? Biz bunu tapmalıyıq. Neçə dərəcə daha doğrusu. 7-ni vururuq 15-ə, eləyir 105 dərəcə. 52-ni bölürəm 4-ə, bu da eləyir 13 dərəcə. Deməli, totalda nə qədər hərəkətlənmiş olduq? 118 dərəcə. Bakıdan da, baxın, bura Greenwich çəkirəm. Bakıdan 118 dərəcədə qərbə gedəndə gəlib çatıram 68 qərb uzunluğuna. Cavabım olacaq B variantı. Gəlin elə bunu saat qurşağında yerində tapaq. 68-i bölürəm 15-ə. Düşür, deməli 4 dəfə 60. Burada qalır 8. Bu 8 7,5-dən böyük olduğu üçün bunun üzərinə 1 gəlir, olur 5. Qərbdə olduğu üçün də 24-dən də 5 çıxırsan, eləyir 19-cu saat qurşağı. Baxın, hamısını bir tapdıq. Cavabımız olacaq B bəndi. 43 nömrəli test tapşırığına baxırıq. Sualda bizə deyir ki, Bakıda saat 10:00-dır. Ondan 75 dərəcə şərqdə və qərbdə hansı saat neçə olar? Bakını çəkirik 50 şərq uzunluğu. Saat 10:00-dır. Deməli, biz baxaq 75 dərəcə, bir dəqiqə bunu yaxşı yazım. 75 dərəcə neçə dəqiqə saat eləyir? 75-i bölürəm 15-ə, düşür 5 dəfə. Deməli, 75 dərəcə 5 saata bərabərdir. Bakıdan 75 şərqdə, Bakıdan şərqdə olduğu üçün 5 saat qabaqdadır. Olacaq 15:00. Digər məntəqə isə Bakıdan 75 dərəcə qərbdə olduğu üçün, yəni 5 saat geri gedirik, eləyir 05:00. Deməli, cavabımız olacaq 15:00 və 05:00. Cavab A variantı. Sonra 44-cü sualda deyir ki, əgər 117 şərq uzunluğunda yerləşən Pekin şəhərliyində saat 10:00-dırsa, bu vaxt London və Bakıda saat neçə olar?
117 şərq uzunluğunu çəkirəm. Buradan çəkim. 117 şərq uzunluğunda saat 10:00-dır. Deməli, London və Bakıda saat neçə olar deyir. Bakı bildiyimiz kimi yerləşir 50 şərq uzunluğunda, Londonda Greenwich, yəni 0-dır. Bakı ilə tapaq birinci. Bakı ilə biz birinci Pekin arasındakı dərəcə fərqini tapırıq. Eyni yarımkəd olduğu üçün 117-dən 50-ni çıxırıq. Eləyir deməli 67 dərəcə. 67 dərəcə neçə saata bərabərdir onu tapaq. 67 bölünsün 15. Deməli, burada düşür 4 dəfə 60, burada qalır 7. Bunu da dəqiqəyə çevirmək üçün 4-ə vururam. 4 saat 28 dəqiqə aralarında fərq var. Bakı Pekindən geridə yerləşdiyi üçün, daha qərbdə yerləşdiyi üçün 10:00-dan 4 saat 28 dəqiqə çıxmalıyam. Baxın, diqqət edirsə dəqiqələri çıxa bilmirəm. Bu zaman biz saatdan 1 saatı götürürük. Bu olur 9 saat. Dəqiqə kimi 1 saatı gəlirik. Baxın, bu dəqiqəyə 60:00 60 dəqiqə gəlirik olur 09:60. İndi hesablaya bilərik. Eləyəcək 05 deməli 32. Bakıda saatı tapdıq. 05:32-dir. İndi Greenwich-i tapmalıyıq. Gəlin artıq burada daha rahatdır. Bakı ilə Greenwich arasından tapa bilərik bunu. Yəni 117 ilə də Greenwich arasından fərqi tapıb elə tapa bilərik. Fərqi yoxdur. Eyni cavab alınacaq. Deməli, gəlin Bakı ilə tapaq, daha rahat olsun. Bakı ilə Greenwich arasında 50 dərəcə fərq var. 50-ni saata çevirirəm. 50 bölünsün 15. Düşür 3 dəfə 45. Burada qalır 5. Bunu dəqiqəyə çevirmək üçün 4-ə vururam. Eləyir 3 saat 20 dəqiqə. Bakıdan biz geriyə getməliyik 3 saat 20 dəqiqə. 05:32-dən 3 saat 20 dəqiqə də geriyə gedəndə eləyir 02:12. Londonda saat 02:12 imiş. Cavab olacaq B variantı. Daha sonra burada 45 eyni tiplidir. 46-ya baxaq. Deyir, yerli vaxt fərqi 1 saat 20 dəqiqə olan A və B məntəqələri arasındakı məsafə xəritə üzərində 22.2 sm olarsa, xəritənin miqyasını tapmağımızı istəyir bizdən. Deməli, xəritədəki məsafə verilib 22.2, bizdən soruşur miqyası. Miqyasın üstünü xatırlayaq. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafəyə. Xəritədəki məsafəni qoyuram yerinə 22.2-dir. Həqiqi məsafəni bu saatdan tapmalıyıq. Deyir, A ilə B-nin arasında 1 saat 20 dəqiqə fərq var. 1 saat 20 dəqiqə neçə dərəcədir? Bu 1 saatı dərəcəyə çevirmək üçün vururam 15-ə. Bu eləyir 15 dərəcə. 20 dəqiqəni də dərəcəyə çevirmək üçün bölürəm 4-ə. Eləyir 4 dərəcə. Total bunlar elədi 20 dərəcə. 20 dərəcə də ekvator üzərində bunu kilometrə çevirmək üçün ekvatorda 1 dərəcəlik qövsün uzunluğundan 111-ə vururuq. Eləyir 2220. Gətirib qoyuram burada həqiqi məsafənin yerinə. Bu da eləyəcək deməli 100. Qabağına da 5-dən 0 artırıram. Cavab olur C variantı. 47-ci sualdır. Bunların eyni tipli sualdır. 48-ə baxaq. Deyir, hansı məntəqələrin hansında gecə ilə gündüzün uzunluğu arasındakı fərqin il boyu çox az olduğu ərazi. Təbii ki, gecə ilə gündüzün il boyu arasındakı fərqin az olduğu ərazi tropik işıqlanma qurşağıdır. Çünki günəş il boyu orada zenitdə olur. O zaman gecə ilə gündüzün arasındakı fərqin uzunluğu az olur. Tropik işıqlanma qurşağı 23.5 şimaldan 23.5 cənub enliklərinin arasıdır. Bu aralığa düşür burada 1, 5, 4, 8. 1, 4, 5, 8. Cavabımız olacaq D variantı. 9 da bunların eyni tipli sualdır. Deyir, gecə ilə gündüzün uzunluğu arasındakı fərqin il boyu böyük olduğu ərazilər. Burada götürəcəyik mülayim işıqlanma qurşağını. Mülayim işıqlanma qurşağı 23.5, 66.5 paralellərin arasında əhatə edir. Bu aralığa düşür burada 1, 2, 7, 6, 7. 1, 2, 6, 7. Cavab olacaq Y variantı. Gələk son suala. 50-ci sualda bizə deyir ki, 22 iyunda gecənin uzunluğunun azalmasına görə məntəqələrin sırasını müəyyən edin. Baxın, 22 iyun tarixində bildiyimiz kimi günəş baxın şimal tropikin üzərində zenitdə olur. Bu zaman günəş, daha doğrusu şimal qütb işıqlanma qurşağında, baxın burada qütb gündüzləri müşahidə olunur. Cənub qütb işıqlanma qurşağında isə qütb gecələri müşahidə olur. Burada deyir gecənin uzunluğunun azalmasına görə deyirsə, ən çox gecə burada 6-dadır. 6-dan yuxarı doğru sıralamalıyıq. 6, 5, 3, 4, 2, 1. 6, 5, 3, 4, 2, 1. Cavab olacaq D variantı. Çünki artıq gecənin uzunluğunun azalması deyirsə, gündüzün çoxalmasına doğru sıralamalıyıq. Bir də ən çox gündüzdür burada. Cavabımız oldu D variantı.